Xoş gördük əziz müəllimlər və abituriyentlər sizləri. Mən tarix müəllimi Qaraya Hikmət. Bu günlərim sizlərlə erkən orta əsr türk dövlətləri olan Xəzər dövlətindən bəhs edəcəyik. Gəlin baxaq Xəzər dövlətinə. İlk öncə dərsimizə başlamamışdan əvvəl bizimlə əlaqə saxlamaq üçün Tarix Hikmət həm YouTube kanalı, həm Instagram, TikTok, yəni bütün hesablar eyni addadır. Yəni bu belə deyim internet, yəni sosial şəbəkələr vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Həmin erkən orta əsrlər dedikdə isə nələr nəzərdə tutulur? 8-ci əsrlərdə daha doğrusu Qərbi Avropada 5-11-ci əsrlər, Şərqi Avropa deməyək, daha doğrusu Asiya zonası deyək ki, yəni şərqdə bunlar 3-11-ci əsrləri əhatə edir. Gəlin başlayaq. İlk öncə hansı dövlətdən? Xəzər dövlətindən. Xəzər dövləti əvvəlcə, yəni dövlət yaranmamışdan əvvəl söhbəti var. Adətən, məsələn, ilk öncə başlayaq ki, bu hissədən, çünki şagirdləri çaşdırılan bir hissədir. Məsələn, Ərəb-Xəzər müharibələri deyəndə, məsələn, 629-cu ildə Xəzərlərin Azərbaycana gəlişi var. 630, 629, 630 qısa müddətli olaraq hakimiyyət qurmuşdular və onu biz Xəzər xaqanlığına götürmürük. Sadəcə biz hansı hissəyə götürürük onu? Sadəcə Xəzər tayfalarına aiddir. Bunları yadımızda saxlayırıq. Daha sonra isə keçirik nələrə? Xəzər dövlətinə. Xəzər dövləti adətən dövlət yaranmamışdan əvvəl 198-ci ildə. Neçənci ildə? 198-ci ildə. 198-ci ildə Xəzər və Barsil tayfaları. Görürsünüz, bax burada xaqanlıq 6-7-ci əsrin ortalarından sonra deyəcəyik. Yəni, ona kimi hələ ki tayfa olaraq gedir. Və 198-ci ildə Xəzərlər və Barsillər birləşmiş qüvvələri gəldilər hardan? Azərbaycanın şimalı təbii ki haradır? O vaxtda Dərbənd keçidi və yaxud da Çola dərəsi deyə bilərik. Dərbənd keçidindən düşdülər aşağı və daha sonra isə Kürün sol sahilinə səpələnməyə başladılar. Keçib oradan Kürün sol sahilinə səpələndilər. Əsasən gələn tayfalar getdilər orada ərazilərdə məskunlaşdılar. Hansı ərazidə? Yəni əhatə dairəsi olaraq qərbdə Ərdahan, hansı indiki Türkiyə ərazisində? Qərbdə Ərdahan, şərqdə Gəncə, yəni bizim olduğumuz zona, şimalda Tiflis, cənubda isə İrəvan ilə əhatə olmuşdur. Harda? Hansı ərazilərlə əhatə olmuşdur? Bir daha yazaq, yadımızda saxlayaq. Hansı? Qərbdə Ərdahan, şərqdə Gəncə, şimalda Tiflis, cənubda isə İrəvan bölgəsində əhatə olmuş yerlərdə məskunlaşdılar. Həmin yerlərdə yaşayan tayfalar Qarapapaq adlandırdılar. Daha sonra zaman keçdikcə 2-ci, 3-cü yüzilliklərdə böyük yürüşlər nəticəsində isə həmin Barsillər burada öz adlarını, yəni indiki Borçalı ərazisini vermişlər. Elə Borçalının, belə deyim, bunlar ulu əcdadları hesab olunur. Daha sonra isə başlayaq nədən? İlk öncə vurğulayaq Xəzər hansı dövlətin parçalanması nəticəsində yaranır? Qərbi Göytürk dövləti. Qərbi Göytürk dövlətini adətən Çinlilər süquta uğratdılar və nə vaxtı? 7-ci əsrin ortaları. Əvvəl bəzi mənbələrdə yazılırdı ki, 634, 630-da Xəzər yaranmışdı. Bu kimi mənbələr yazılırdı. Ancaq indiki təzə dərsliklərdə, yəni yadımızda saxlayırıq 7-ci əsrin ortası. Hansı dövlətin süqutu? Qərbi Göytürk dövlətinin süqutu. Yəni elə Qərbi Göytürklərində varisə kimlər sayılır? Elə Xəzərlər sayılır. Xəzər dövlətinin qurulmasında hansı tayfalar var? Bu tayfaları mütləq yadımızda saxlayın. İlk öncə altdan xəttlər çəkmişəm ki, əsas yerlərdə bunları mütləq yadımızda saxlamağımız vacibdir. Hansı tayfalar? Xəzər, Barsil, Sabir və başqa tayfalar, digər türk tayfalarıdır. Bu dövlətin yaranmasında iştirak edən əsas tayfalardır. Daha sonra xalqların böyük köçündən əvvəl də məskunlaşmışlar. Bayaq dedik axı, həmin Xəzərlər, Barsillər bura gəlmişlər. Xalqların böyük köçü 4-7-ci əsrlərə əhatə eləyir. Daha sonra isə Qafqazda bunlar dedik ki, məskunlaşıblar. Hansı paytaxtları var? 3 dənə paytaxt olur. Əvvəlki kitablarda biz 4 deyirdik, amma indi 3 yadımızda saxlayırıq. Hansı paytaxtlardır? Bələncər, Səməndər, İdil. Bəzi mənbələrdə Sarkeldə yazar, o köhnə mənbədir. Hər ehtimala deyirəm ki, yadınızda saxlayasınız. Hansı paytaxtlar oldu? Bələncər, Səməndər, İdil ardıcıllıqla yadınızda saxlayırsınız. Və Azərbaycana, eləcə də Cənubi Qafqazda kimlərin möhkəmlənməsinə imkan verməyəcək bu Xəzərlər? Yadımızda saxlayırıq. Əsas Sasaniləri götürdük və Şərqi Avropaya yürüşünün qarşısını
aldılar Xəzərlər kimlərin? Ərəblərin. Mütləq yadımızda saxlayırıq və bir də Böyük Bulqar dövləti zəiflədikdən sonra onun ərazisində genişlənməyə başlamışdı. Bunu da yadımızda saxlayırıq. Bir də Bulqar dövlətinin zəifləməsindən ərəblər ərazisini genişlənir. Bunu da yadımızda saxlayırıq. Daha sonra isə nə yadımızda saxlayacağıq? Xəzər dövlətində Göytürk xaqanlarının nəslindən olan Xaqan. Deməli, burada da Xaqan. Birinci şəxs kim adlandı? Xaqan adlandı. İkinci şəxs Xaqan bəydir. İndi bunlar hakimiyyətə gələndə nə edirlər? Əsas bunları yadımızda saxlayırıq ki, nə edirlər? Məsələn, birinci Xaqan hakimiyyətə gəlir. Onun boyunda bir dənə kəmənd bağlanır, həmin onu sıxırlar və s. 12 il hakimiyyətdə qalacağını vurğulayır. Həmin ildən artıq hakimiyyətdə qalarsa, onu hakimiyyətdən uzaqlaşdırırlar. Bu Xaqan hakimiyyətə gəlişi. Bir də var Xaqan bəyinin hakimiyyətə gəlişi. O necə olacaqdır? Xaqan bəyinin hakimiyyətə gəlişi isə, o isə odun üzərindən keçməli idi. Bunu yadımızda saxlayırıq. Daha sonra burada ayrı nə qaldı? Xəzər əsayişi dövrü. Xəzər əsayişi dövrü, yəni o qədər müharibələr düzdür, gedir. Xəzər tayfaları və yaxud da dövləti başqa dövlətlərlə mübarizə aparır. Ən çox da mübarizə apardıqları ilə ərəblər olub, 200 ilə yaxın. Və 8-ci, 9-cu yüzilliklərdə Xəzər əsayişi. Məsələn, sual düşür imtahanda getmişik. Deyir ki, Xəzər əsayişi dövründə baş verən hadisəni müəyyən edir. Avtomatik olaraq neçənci əsrlər yadımıza düşəcək ki, 8-9-cu əsrlər Xəzər əsayişi dövrüdür. Həmin Xəzər əsayişi dövründə adlandı. Daha sonra isə bu dövrdə sıx meşələrdə Slavyan xalqları yaşayırdılar ki, onlar gəldilər Xəzər xaqanından icazə aldılar ki, gəlin biz sizin ərazidə məskunlaşaq. Hansı ərazidə? Desna və Dnepr çayları arasındakı ərazidə məskunlaşmana elə Xəzər xaqanı bunlara icazə verəcək. Kimləri? Slavyanları. Gəldilər cənubda ərəb ordularla uzun sürən müharibələr nəticəsində artıq şimalda, belə deyim, cənubdan şimala doğru geri çəkilməyə başladılar. Və geri çəkilərkən getdilər orada meşələrdə yaşayan şərq slavyanlarına. Bax, şərq-qərb fikir verin, imtahanda adətən bunu çaşdırırlar. Şərq slavyanlarını Xəzərlərə tabe elədilər və həmin, belə deyim, slavyanlardan vergi aldılar. Bu da güclü ordunun qurulmasına belə gətirib çıxardacaqdır. Xəzər dövlətində təbii ki, əsasən məhkəmə hakimiyyəti var idi. 790-cı ildə Müsavilik və yaxud da Yahudilik dini deyə bilərik buna, vahid dövlət dini sayılsa da, amma məhkəmə hakimiyyəti qurulmuşdu. Həmin məhkəmə hakimiyyətində bütün dinlərdən olan şəxslər qəbul edilirdi. Ona görə də biz bu dövlətdə dini ayrı-seçkilik deyə bilmərik. Bunu yadımızda saxlayırıq əsas. Yəni, heç bir dini ayrı-seçkilik olmayıbdır. Daha sonra burada nə qaldı? Xəzər dövləti. Əsasən dövlətdə kimlər üstünlük təşkil edəcək? Təbii ki, türk tayfaları ilə Xəzər türk dildə əsas dil olaraq qalacaqdır. Daha sonra böyük şəhərlər salmışdılar. Təbii ki, böyük şəhərlər salmışdılar. Ticarətdir, iqtisadiyyatdır, inkişaf edəcək. Deməli, iqtisadiyyatın əsasını nə təşkil edəcək? Əkinçilik, maldarlıq, ticarətdə necə? Gömrükdən alınan rüsumlar əsasında dövlətin iqtisadiyyatını daha da inkişaf elətdirəcəklər. Bunu da yadınıza saxlayırsınız. Çünki imtahana düşür. Xəzər dövləti necə inkişaf eləyir? Gömrük rüsumları nəticəsində və yaxud da gedirdilər, başqa tayfaları tabe eləyirdilər. Onlardan alınan gəlirlər hesabına dövlətin iqtisadiyyatını, inkişafını gətirib çıxarırdılar. Yəni, bu dövlətdə bir neçə dindən olan şəxslər də bayaq dedik yaşayırdı. Məsələn, müsəlman, xristiyan, yəhudi, tanrıçılıq üzvlərindən ibarət, yəni dövlət məhkəməsində fəaliyyət göstərirdi. Bunu bayaq elə sizə vurğuladım. Karman yollarından dedik, vergini dedik, türk tayfaları ərazisində məskunlaşmağına icazə verdi dedik. Bir də həmin bu Xəzər dövləti niyə zəifləyir? Səbəblərin hansılardır Xəzər dövlətinin zəifləməsinin? Təbii ki, Xəzər dövlətinin zəifləməsinin əsasları olacaq nələr? Həmin bu ərəblərlə 200 ilə yaxın aparılan müharibələr 10-cu əsrdən zəifləməyə başlayır. Bunu da yadımıza saxlayırıq. Ərəblərlə aparılan uzun sürən müharibələr 200 ilə qədər. Bu bir. Peçeniklərlə mübarizələr. Bu iki. Bunu yadda saxlayırsınız. Bir də dini pərakəndəlik. Uşaqlar, adətən yadınıza saxlayın ki, yəni bu dini pərakəndəlik bir qərbi Hun dövlətində mövcud olmayıbdır. Bir də 2-ci Göytürk dövlətində. Qalan hamısında dini pərakəndəliyi siz vurğulayırsınız. Bunu mütləq və mütləq yadınızda saxlayırıq. Daha sonra keçirik. Dövlətin ərazisində müxtəlif dinlərin yayılması isə dövləti zəifləyəcək. Çünki dövlətin ərazisi genişdir. Dini pərakəndəlik, məsələn, onu bilirsiniz də. Bundan istifadə edən 965-ci ildə kim? Kiyev knyazı
Sviatosla deyək daha doğrusu. Bunun hücumu nəticəsində Xəzər dövləti və ya da Xəzər xaqanlığı süquta uğradı. Həmin Xəzərlərin adları neçənci əsrə qədər çəkilir? 12-ci əsrə qədər çəkilir. Burada ayrı yadımızdan çıxan nə qaldı? Yadımızdan çıxan heç nə qalmadı. Görək burada ayrı nə var? Məsələn, Xəzər döyüşçülərinin quruluşu verilibdir burada. Paytaxtlar verilibdir. Bunu yadımızda saxlayırıq. Xəzər dövlətinin baxın ərazisi hardadır? Qaradənizin başlı şimali şərqinə düşür. Bunu yadımızda saxlayırıq. Şimalda Xəzər dənizi. Görürsünüz, gəlib bu ərazilərdə, yəni Azərbaycanın da özləri tabe ediliblər. Məsələn, 629-cu ildə, məsələn, 662-ci ildə də deyə bilərik. Çünki Xəzərlərlə biz müqavilə bağlamışdıq, elə Cavanşir müqavilə bağlamışdı 664-65-ci illərdə daha doğrusu. Paytaxtlar məsələn Bələncər əvvəl burada idi. Sonra Bələncərdən köçürdülər Səməndərə. Çünki niyə görə? Bələncəri həmin ərəblər gəldilər 722-ci ildə tutacaqlar. Daha sonra ən çox bu hissələri yadımızda saxladıq. Bir də Böyük Bulqar dövləti də bax düz Qaradənizin şimalını əhatə edirdi. Avar xaqanlığı isə elə deyək ki, şimali-qərb hissəni əhatə edirdi. Bunları yadımızda saxlayaq ki, çünki imtahana suallar düşə bilər. Ayrı nəyimiz qaldı buradan? Demək olar ki, hər şeyi vurğuladıq. Bir də hakim sülalə Aşina nəslinə mənsub idi. Hansı dövlətlərdə Aşina nəsli olubdur? Bir, Göytürk dövlətində, bir, Xəzər xaqanlığında, bir də Qaraxanlıda. Bunlarda əsasən Aşina nəsli olduğunu mütləq və mütləq vurğuluyuruq. Bunları əsas yadımızda saxladıq. Bir də bu Xəzər Yəhudi yazışmaları da bəzən var ki, yəni orada Yasəfin oğlundan törədiyi də qeyd olunur. Həmin, belə deyim də, tayfalar, hansı tayfalardır? 10 dənə tayfanın adını vurğuluyur. Bunlar da Xəzərlər də 7-ci oğlu olduğu qeyd olunur. Məsələn, Uyğur, Avar, Barsil, Bulqar, Sabir, Peçenek, Xəzər və Oğuzların adları da çəkilir. Bunlar Xəzər dövləti haqqında qısa sizə məlumatımızdır. Əsas bir də təkrarlı qayda, Xəzərlər nə vaxt yarandı? 7-ci əsrin ortaları. Varisləri kimlər oldular? Qərbi Göytürklər oldular. Qərbi Göytürk süqut elədi, yerində Xəzər xaqanlığı yaranacaqdı. 700-7-ci əsrin ortalarına kimi biz Xəzər xaqanlığı demirik. Sadəcə eləcə Xəzər tayfaları və yaxud da Xəzərlər vurğuluyoruz. Əsas bunu yadımızda saxladıq. 198-ci ildə Xəzər və Barsillər Azərbaycana gəldilər, Dərbənddən keçib Kürün sahillərinə məskunlaşdılar. Bunu yadımızda saxlayırıq. Daha sonra isə gəldilər oradakı Barsillər, Qarapapaq adından tanınan Barsillər Borçqala ərazisində yaratdılar 2-3-cü yüzillikdə. Bunu yadımızda saxladıq. Paytaxtları Bələncər, Səməndər, İdil olmuşdur. Cənubi Qafqazda möhkəmlənməsini icazə vermədilər. Kimlərin? Sasanilərin, elə ərəbləri də vurğulaya bilərik. Hansı dövlətin zəifləməsi nəticəsində ərazisini genişləndirdi? Böyük Bulqar dövlətinin zəifləməsi nəticəsində kimləri özlərinə tabe eləmişlər? Şərq Slavyanlarını tabe eləmişlər. Onlardan vergi alırdılar. Məhkəmə hakimiyyəti var idi. Bəli, məhkəmə hakimiyyəti var idi. Bütün dinlərin iştirakını icazə verirdilər. Dini ayrı seçkilik yox idi bunlarda və 790-cı ildə hansı din yarandı? Bunlarda dövlət dini oldu. Müsəvvilik və ya da Yəhudilik deyə bilərik. Daha sonra isə vurğulayacağıq nəyi biz oradan? Xəzər dövləti kimlərin hücumları nəticəsində zəifləmişdi? Niyə zəiflədi? Səbəbləri var. Bir, dini pərakəndəlikdir. Tabe edilmiş xalqların üsyanları da deyə bilərik biz buna. Ərəblərlə aparılan 200 ilə yaxın müharibələr, peçeneklərlə müharibələr hansı nəslə mənsub idi? Aşina nəslinə mənsub idi. Neçənci əsrə qədər adlar çəkilir? 12-ci əsrə qədər adlar çəkilir. Nələrdən gəlirləri artır? Əkinçilik, maldarlıq, təsərrüfat, karvan yollarından alınan gömrük hesabına. Məsələn, burada iqtisadiyyatı inkişaf eləyəcəkdir. Biz əsas bunları vurğulayırıq. Ayrı nə qaldı orada? Məncə elə bir şey qalmadı. Bu hissələri yadımızda saxlayırıq və imtahanda demək olar ki, bu hissələrdən düşür əsas. Yadımızdan çıxan oldusa, məncə heç bir şey yadımızdan çıxmadı. Hər bir şeyi vurğuladıq. Ayrı heç bir şey qalmadı. Bunları yadımızda saxlayırıq. İlk öncə dərslərimizə qoşulmaq üçün bizim 077 570 9066 nömrəmizlə əlaqə saxlaya bilərsiniz və YouTube-da belə deyim də bütün dərslərimizin növbəli şəkildə, yəni izahlarını bütöv şəkildə yerləşdirəcəyik. Siz sadəcə izləmədə qalın, paylaşın. Hər kəs bu videomuzdan yararlansın. Çox sağ olun, minnətdaram izlədiyiniz üçün.